İlk olaraq müharibə iştirakçıları qəhrəman kimi deyil, sadəcə müharibənin qurbanları kimi təqdim olunurdu. Amma bu tez müddətdə dəyişdi. 60 və 70-ci illərin filmlərində veteranlar həm qurban, həm də cani kimi göstərilməyə başladı. Bu dualizm göstərilməsinə səbəb olan filmlərdən biri kimi taksi sürücüsünü götürmək olar. Taksi sürücüsündə əsas qəhrəmanın aldığı travmalar onu şiddətlə vəhdət içində sürükləyir. Artıq bu adam müharibədən qayıdan bir qəhrəman deyil, psixikası zədələnmiş və təhlükəli bir şəxsdir. Ən əsası isə sadəcə qurban deyil, özü də ətrafındakılar üçün təhlükə saçır. Ən pisi odur ki, dünənin əsgərlərinin psixoloji travmalarına artıq belə bir prizmadan baxılmağa başlandı. Ya onlar öz içlərində bunu tək yaşayıb yenməlidirlər, ya da əzizləri üçün təhlükə olduqlarına görə bu yükün altında əzilib itməlidirlər. Eynilə Heroes Coming Home, Deer Hunter filmindəki bəzi personajlar kimi. Taksi sürücüsünün azad maliyyələşməsi onu digər filmlərlə müqayisədə daha açıq sözlü eləyib.